Salam əziz dəyərli tamaşaçılar, sizləri xoş gördük. Bugün 8 noyabr Zəfər günü münasibətilə bütün Azərbaycan xalqını təbrik edirik. Regionların hər yerində olduğu kimi bugün Salyan rayonunda da Yolüstü Ailəvi restoranında 8 noyabr Zəfər günü münasibətilə möhtəşəm bayram konserti təşkil olunub. Bayram konsertində şəhid ailələri, rayon sakinləri və Yolüstü Ailəvi restoranının daimi müştəriləri iştirak edəcək və bütün rayon sakinləri bu bayram konsertinə dəvətlidir. Bir daha bayramınız mübarək. Qələbənin sorağını gözləyirik. Gör haçandır. Qoy eşitsin bütün dünya. Qarabağ Azərbaycandır. Ölkəmizin hər qarış torpağında qürurla, fəxrlə dağlanır və bugünə görə biz Müzəffər Ali Baş Komandanı, güclü qüdrətli ordumuza, Azərbaycan xalqına, Azərbaycan əskərinə, hər birinizə dərin təşəkkürümüzü bildiririk. İstəyirəm Salyan, özümüzü alqışlayaq və tədbirimizi açıq elan edək. Əlbəttə ki, estradamızın gözəl müğənnilərinin ifasında ifalar, musiqilər olacaq. Ona görə ki, bugün Zəfər günüdür, bugün bayram günüdür. Qazilərimiz, şəhid ailələri buradadır. Mən çox böyük qürur hissi ilə onları istəyirəm dəvət edeyim səhnəyə. Ona görə ki, onların xeyir duaları, onların salamlaşmaları olmadan tədbirimizi açıq elan etmək istəmirəm. Famil bəy buradadır. Pəncəli Teymurovun qardaşı, milli qəhrəmanımız. Alqışlarınızla istəyirəm səhnəyə dəvət edin. Salam dəyərli qonaqlar, hamınızı ürəkdən salamlayıram. Bugünkü gündə bizim həqiqi mənada sevincimizin həddi hududu yoxdur. Bu günləri Azərbaycan Respublikasının suverenliyi bərpa olunur və torpaqlarımız işğaldan azad olunubsa, cənab prezidentimizin sayəsində, şəhidlərimizin sayəsində, qazilərimizin sayəsində və ordumuzun sayəsində olubdur. Allah Teala'dan arzu edirəm ki, Azərbaycan Respublikasının işlənli ay ulduzlu bayrağı dünya üzərində ən uca yerdə dalğalansın. Bəli, dünənləri mən özüm təhsil işçisiyəm. Zəfər bayramı ilə əlaqədar olaraq Lənkəran Astara regional idarəsində iclasda olduğum zaman mənə sevindirici bir zəng gəldi. Mənə deyildi ki, şəhid Pəncəli Teymurov milli qəhrəman adı ilə təltif olundu. Prezidentimizə minnətdarlığımızı bildiririk. Bəli, bizim Azərbaycan xalqının da rəhmətli qardaşım Pəncəli Teymurov üçün elədikləri çoxdur. Cənab Prezidentin Pəncəliyə verdiyi ad Azərbaycan Respublikasının xalqına verdiyi addır, verdiyi dəyərdir. Çox sağ olun, minnətdaram, bayramınız mübarək olsun, Allah şəhidlərimizə rəhmət eləsin. Azərbaycanın bugün Zəfər bayramıdır. Zəfər bayramı münasibəti ilə bütün xalqımı təbrik edirəm. Bu zəfəri bizə yaşadan şəhidlərimizi Allah rəhmət eləsin, ruhları şad olsun. Mən bugün təşəkkürümü bildirmək istəyirəm Yolüstü kollektivinin müdiriyyətinə, başda olmaqla Rövşən müəllimə və bütün personala öz təşəkkürümü bildirirəm. Artıq 5 ildir mütəmadi olaraq Rövşən müəllim Ramazan bayramında, Qurban bayramında, yeni il şənliklərində, Zəfər bayramlarında şəhid ailələrinə dəyər verir, onları bu ocaqda təşkil elədiyi süfrəyə dəvət eləyir. Qoy ruzuları bol olsun, çörəkləri bol olsun, kletləri də bol olsun. Hamını salamlayıram. Zəfər bayramımız mübarək olsun. Zəfər bayramımıza şəhidlərimiz bəxş eləyib. Allah şəhidlərimizin yeri məkanları cənnət olsun. Allah qazilərimizə şəfa versin. Allah hamıya can sağlığı versin. Allah Rövşən müəllimə də can sağlığı versin. Şəhidlərə hörmət verir. Sağ olsun. Salamlayıram
bizim ölkəyə həmişə bayramlar yaraşır. Siz vurguladınız, bu bayramlar daha məsuliyyətli, daha fərqlidir. Mən hər bir vətəndaşı təbrik edirəm. Kollektivimiz adından Allah qazilərimizə can sağlığı versin, şəhidlərimizə Allah rəhmət eləsin. Çox sağ olun. Allah büyük gündə bu zəfəri bizə yaşadan zabitlərimizə, əskərlərimizə, o cümlədən şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Müəllim və onun bütün heyət üzrə minnətlarımızı bildirim. Allah razı olsun. Şəhidlərin ailələri, şəhid yaraları, şəhid evladların həmişə diqqətdə saxlayırlar. Rəşid müəllim, sizə minnətlarımı bildirirəm. Yolüstü rəsəm, rəhbərindən tutmuş, hamınıza, bütün heyətə minnətlarımı bildirirəm. Çox sağ olun ki, belə şəhid ailərinə qiymət qoyursunuz. Allah razı olsun. Zəfər çalan igidlər, bugün zəfər günüdür. Bizim zəfər günümüz düşmənin ölümüdür. Sizlərdir hər zaman düşmənlərin yarası. Bugün qürur duyacaq hər şəhidin anası. Akşamınız xeyir, hamınız hoş geldiniz. Bize bu olumlu, onurlu yaşatan bütün şehitlerimize Allah rahmet eylesin diyorum. Buradan gazilerimize can sağlığı dilerim. Gazilerimiz bizim yaşayan şehitlerimizdir. Buradan muharebe iştirakçılarına teşekkür etmek istedim. Hamınızın Zafer Bayramı tebrik ederim. Hayf vardı bir cezanın, min olaydı vereydim hey. Yağı gelen serhedlere candan divar höreydim hey. Parça parça olaydım ben, yurdu bütöv göreydim hey. Zövq alardım her acıdan, ağrımazdı birce yaram. Vətən üçün yaşayıram, vətən üçün yaşayıram. Senden o adam